Videoya keçməzdən əvvəl profilimi takip eləməyi unutmayın. YouTube'dan izləyirsinizsə, xahiş edirəm kanalıma abunə olasınız. Gördüyünüz kimi müştərinin şikayəti paltoryanın qapı rezinin əzilməyi ilə bağlıdır. Bunun səbəbi paltoryanın su axıtmağıdır. Paltoryan su axıdır, sonra isə barabanı saxlayan purjin yeri, barmağımla göstərəcəm indi bura, qırılıbdır. Və paltoryanın barabanı aşağı düşdüyünə görə də qapı rezini əzilib. Əlimdə gördüyünüz bu paraşok qabıdır. Paraşok qabılar adına razı olur, zaman keçdikcə su axıdır. Əgər sizin də paltoryanınızda yüngül su axıtma varsa, fəsadının böyük olmağını istəmirsinizsə, vaxtında zəng edin, gələk təmir edək. Gördüyünüz kimi bu paraşok qabı su axıdan yerləri payaniklə tikildi və birazdan silikonları bir yerinə qoyacaq. Purjin isə öz yerinə taxıldı. Əgər sizin də paltoryanınızın hər hansı bir problemi varsa, nömrəm profildə var, 7/24 aktivdir, zəng edə bilərsiniz. Paltoryanın qapı rezini tam düzəlməyib, amma düzələcək, ən sonunda görəcəksiniz hazır vəziyyətini. Bu isə hazır vəziyyətidir, təmir olundu, müştəriyə təhvil verildi, heç bir problemi yoxdur, tam işlək vəziyyətdədir.